Salam ərz eləyəm əziz dostlara. Qəl'ə ətəyindəki dərələr gərək həmişə dəqiqən bərrəsi olunalar. Bexüsus əgər bizim dərələrimiz addı-sanlı dərə olalar. Yuxarı əldə bir təpə varımızdır ki, təpənin dal tərəfi qəl'ədir. O qismət bir hamarlıq yeridir və bu hamarlıq yerimiz bir dənə nazik dəriyə vəslidir. Dərənin baş tərəfindən bulaq çıxır. Bulaq o qismətdən çıxır və suyu dərənin ətəyinə sarı axır. Dərənin bu qismətində bir dənə calib numadımız vardı. Bu numadı görəcəyin buna sarı gəldim. Ta bundan siz üçün video təhiyyə eləyəm. Baxsız, görəcəksiniz ki, bizim bu daşımız bir calib numadıdır. Uzaqdan bunu gördüm, əvvəldə fikir elədim ki, bu bağa numadıdır. Vəli yoxunluğuna ki gəldim və hər tərəfindən ki bunu dəqiq bərrəsi elədim. Gördüm ki, numadımız bir quş numadıdır. Bir qartal, ya qırğı şiklində bir quşdur. Çoxdər qırğıya oxşayır ki, qənətlərini cəmləyibdir və qabağa sarı şıxıbdır. Quş numadı, bexüsus əgər şikari quşlardan olsa, dəfiniyə işarə eləyərlər. Quş numadı çox dərviz üçün casaz verər, bexüsus əgər quş numadı dərələrdə və səhrələrdə gəlsə. Müşahidə eləyiz, bu qismətlər qənətidir və bu da dimdicinə sarıdır. Baxız, bizim gözəl numadımız dimdici, kamilən qabil müşahidədir. Vaxtı quş özün cəm eləsə və haləti həmlə özünə tutsa, gələk quşun baxar tərəfin bərrəsi eləyək. Nişanə təsbiti ki, bu cür quşlarla həmrah ola bilər. Bu quşların toməsi ola bilər. Məsələn, əgər sıçan numadı olsa, əgər dovşan numadı olsa, əgər qurt olsa, ilan olsa, əgər coğan olsa, eskənə olsa, billuq ki, o nöqtə təsbiti nöqtədir. Quşumuz aşağıya sarı baxır və baxsız görəcəksiniz ki, quşun baxar tərəfində bir səhrə varımızdır. Vaxtı quşun baxar tərəfində bunu o səhrə müşahidə eləsiniz. Niyazı yoxdur, Allah yerə gedəsiniz. Gələk müstəqimən gedəsiniz səhrənin üstünə və səhrənin üstündə təsbiti nişanəni tapasınız. Təsbitini tapsız, casazında rahatçılıqla tapa bilərsiniz. Bu zaviyədən də numadı siz üçün görsədim. Ta biləsiniz ki, bu numad bir qırğı numadıdır. Hətta bir balaca daş ki, bu numadın dal tərəfində qurublar. O daş bir halətdə memari olunub ki, numadı sabit saxlaya və mürurə zamanında aşmaya. O daş bir cürə numadı üçün dayaqdır. Bu bizim səhrəmizdir və quşumuz da özünü cəmləyib və bu səhrəyə baxır. Bir
bir halətdə jest tutub ki, istək şikarın üstünə cuma. Əgər bu zəminədə çoxlu məharətimiz olmasa, bu cür toppa yerləri casaz biləcəyik və gəlib bu nöqtəni sındıracağıq. Bura bir topa yerdir. Bəli, bu bir dənə casaz deyil. İnhirafi nöqtə ola bilər. O qismətlərdə bir tədad qurulma daşlar da varmazdı. Onları da siz üçün görsədim. Bu üstəki daşlar hamısı qurulma daşlardılar. Bəli, təsbiti nöqtəmiz bu nöqtə deyil. Bizim təsbitimiz bu nöqtədə gəlibdi. Baxız, gözəl iskənəni müşahidə edirsiniz. Bu gözəlliyə təraşlanıbdır. Təraşı kamilən müşəxxəsdir. Ətrafı murur zamanda bir miqdar fərsayiş tapıbdır. Vəli bunun təraşəsi kamilən qabil müşahidə və rü'yətdir. Bu biz üçün təsbiti olacaq. Düz qırğının baxar tərəfindədir. Və tənha təraşəmiz bu səhrənin üstündə. Fəqət bu bir dənə təraşəmizdir. Çoğun bəxti ki, balaca əndazədə gəlsə və eskənə səbkində olsa, təsbiti olar. Bizim təsbitimiz o nöqtədə gəlibdir və casazımız bu səhrənin içindədir. Az cana fasilə ilə bu eskənənin qırağındadır. Dəqiq nöqtəni görsətməyəm. İmkanı vardır ki, yerimiz luğa gedə. Bəli, təsbitiyə baxırız. Bu gözəlliyə təsbitimiz ki, bizim işimizi və casazımızı təsbit eləyik. Qotçu da təqribən 5 sant hududundadır. Həmişə demişəm ki, bu əndazədə çoğunlar casaz verərlər. Bu gözəlliyə iş ki, kamilən salim və dəstəxorda bir işdir. Gözəl dərəni də siz görsəd. Bu dəriyə dar dərə deyərlər. Bu cür adlı sanlı dərələr həmişə mühüm dərələrdən olaylar. Baxsız görəcəksiniz ki, dərənin vəsətində nazik bir yol vardı ki, oradan soğuşmaq olar. Qalanı səxrədir. Buna görə bu dəriyə dar dərə deyilər.